Okey. Buradan alınan omega 3'dür. Bəli, tamamilə doğrudur. İndi sən bax, daxil olanlardan nələri qarışdırılıbsa, mərkəzə doğru bax. Bura bir diaqonal çəkirsən. Çəkdin bu diaqonalını. Çəkdin bu diaqonalını. Sonra sən şərtə qal. İndi sən bilmirsən axı omega 1 böyükdür, yoxsa omega 3 böyükdür. Omega 2 böyükdür, yoxsa omega 3 böyükdür. Bax, həmişə yadında saxla. Tutaq ki, iki məhlulu qarışdırsaq. Misal üçün 10%li məhlulla 60%li məhlulu qarışdırsaq, hansı aralıqda qiymət alarıq? 10 ilə 60-ın arasında bir qiymət alarıq. Deməli, aldığımız rəqəm 10 ilə 60-ın arasındadırsa, məsələn, mən deyirəm ki, aldığım rəqəm 30-dur. 10 ilə 60-ın arasında bir rəqəm 30 götürdümsə, ondan nə olacaq? Böyük 60-dan kiçik olacaq bu aldığım rəqəm. Düzdür, Cüneyt? Bəli. Aha. İndi sən nəyə baxırsan? Sənə deyir ki, omega 2 böyükdür omega 1-dən. Belə bir şərt verir sənə. Omega 2 böyükdür omega 1-dən. Sən əziyyət çəkirsənsə bu cür məhsul halında olanda ki, ay Allah, bunu mən omega 3-ü hardan tapım, bu kimdən böyükdür? Özündən bir rəqəm qoy. Omega 2 neçə qoymaq istəyirsən, ay Cüneyt? Omega 3, omega 2-dən olsa balaca olmayacaq. Bəli. Omega 1 də böyük. Bəli, supersən. Deməli, omega 2 böyük olacaq. Nədən? Omega 3-dən. Omega Omega 3 də 3 bu böyük, da omega 1-dən. Tam başa düşdük. Bəli, bunların ortasında bir rəqəm. Misal üçün, buna sən 60 desən, buna sən 40 desən, bu 60 oldu olsun səndə. 50. 40, bəli, bu da olacaq 50. Məsəl üçün dedik. Tam çatdı yoxsa yox? Hı -hı. İndi sən bax, buradakı şərtindən bilirsən ki, Cüneyl, bax, omega 2-in böyükdür nədən? Omega 3-dən. Deməli, nədən nəyə çıxmalısan bu istiqamətdə? Böyükdən kiçik çıxırsan. Omega 2 çıx, omega 3. Amma bu istiqamətdə kimdən kimi Omega çıxır? 3 çox omega 1. Bəli, omega 3 çıx, omega 1. İndi sən M1-inin qarşısına nə düşəcək M1-inə? Omega 2 minus omega 3. M2-yə nə düşəcək? Omega 3 minus omega 1. Səndən şərtdə nə istəyir? M1-in M2 nisbətini istəyir. Omega 2 minus omega 3, omega 3 minus omega 1. Sən bunu düsturla da gedə bilərdin. Bu deməli neçə nömrəli sualdır? Məhlullar 2-ci bölməsində 33 nömrəli sualdır. Sən bunu Cüneyl belə də gedə bilərdin. M1 omega 1 üstə gəl. Gəlin mən bunu bu cür də izah edeyim. M1 omega 1 üstə gəl M2 omega 2. Yekunda məhlullar toplanır bildiyimiz kimi M1, M2 və omega 3. Bununla da gedib sən M1-ləri bir tərəfə, M2-ni bu cür də sən gedib nəticəyə gələ bilərdin. Amma bu çox uzun olacaqdı. Xaç üsulu çox məntiqlidir burada. Tam çatdı yoxsa yox? Bəli, müəllimə. Deməli, wait, M1 omega 1 üstə gəl. M2 omega 2 alınır. M1 omega 3. Gəlin bunu axıra çatdıraq. M2 omega 3. M1-ləri bir tərəfə yığaq. M2-ləri bir tərəfə yığaq. Nə deyirsiniz? M1-i salsaq bu tərəfə. Burada bir şey keçməliyik ki, hansı tərəfə getsin ki, mənfi olmasın. Deməli, M1 bunu bu tərəfə gətiririk. M2 omega 2 çıx M2 omega 3 alınır. M1 omega 3 çıx. Çünki omega 3-dən omega 1-i çıxa bilərik də. M1 omega 1. Düzdür. M2-ni mötərizə xaricində çıxardırıq. Omega 2 çıx omega 3 alınır. M1 mötərizə xaricində çıxardırıq. Omega 3 çıx omega 1. Şərtdə bizdən nəyi soruşur? M1-in M2-yə nisbətini soruşur. M1-in M2-yə nisbətini soruşursa, deməli, nə etməliyik? Hər tərəfi nətər eləyək? M1-ə bölək, yoxsa M2-yə bölsək? Getdi, burada qalacaq M2, sonra da bölək omega 3 çıx omega 1. Ya bu şəkildə alasın Cüneyt. M1-in M2-yə nisbəti nə oldu? Omega 2 çıx omega 3 böl omega 3 çıx omega 1.
ya da bu şəkildə gedə bilərsən. M1 omega 1, M2 omega 2, alınır omega 3, diagonalını çəkirsən, böyükdən kiçiyi çıxırsan, böyükdən kiçiyi çıxırsan, M1'imin qarşısındakı omega 2 çıx omega 3, M2'nin qarşısındakı omega 3 omega 3. Tam çatdı Günel, yoxsa yox? Zəhra buradayıq. Bəli, müəllimə. Əla. Uşaqlar, gəlin baxaq 23 nömrəli suala. Molyar qatıqlıqda məhlulların 3-cü bölməsində. Molumuz var. Birincinin molu nə qədərdir? Nü1 bərabərdir 0,1. Həcmi nə qədərdir? V1 bərabərdir 0,2. S1 bilmirik. S1 necə tapacağıq? Nü1-i V1-ə bölməklə. 0,1-i də 0,2-yə böləndə alırıq nə? 2-də 1. Nü2 var. 0,2. V2 var. Mililitrlə verib. Molar qatılığın düsturunda vahidimiz mol bölü litr olduğu üçün litrə çevirmək üçün deməli 1000-ə bölürəm. 0,1 litr. S2-miz neçə eləyəcək uşaqlar? 0,2 böl 0,1. Və buradan alırıq. Yekun cavabımız 2. S1 ilə S2-ni məncə müqayisə eləmək çox da çətin olmaz sizin üçün. S1 kiçikdir S2-dən. Başqa 4S1 bərabər olacaq S2-yə. Tam çatdı yoxsa yox? Bu variantları seçərsiniz. Bu da olacaq bizdə deməli 2 və 3. Zəhra başa düşdün? Bəli, müəllimə. Daha sonra 25 nömrəli suala baxaq. Molyar qatılıqda. Hansı qablarda həll olan maddənin kütləsi bərabərdir? Bu cümləni sizə veribsə kütlə bərabərdir, molu tapmalısınız. Çox sadə. Həcm var, qatılıq var. 4M molyar qatılığı göstərir. M burada molyar qatılıqdır. Molyar qatılığın vahidi mol böl litrdir. Bəzən siz testlərdə mol böl litri sadəcə olaraq mol şəklində, molyar qatılıq, böyük M şəklində görəcəksiniz. Həcm var. Həcm var. 100 millilitr 0,1 litr deməkdir. Və qatılıq var. 4. Düsturumuz nəyə bərabərdir uşaqlar? Gəlin yuxarıdan düsturu qeyd edək. Nü böl V-yə. Qatılıq var, həcm var. Birinci hal üçün nüyümüz neçə olacaq? 4-ü vurasız 0,1-ə 0,4 mol. Bu birinci qabımız. Keçək ikinci qabımıza. Həcm var 0,3 litr. Qatılıq var 2 molyar. Nüyümüz neçə olacaq? 0,3-ü 0,2-yə vurasız. Baxın, nüyünü tapanda S-ni V-yə vurasız. Neçə eləyəcək? 0,6 mol. Bu bizim ikinci qabımız. Keçək üçüncü qabımıza. Həcm var. Həcm neçədir uşaqlar? V bərabərdir 0,125 litr. Qatılıq neçə olacaq? 4 molyar. Sorry. Buradan nüyümüz neçə olacaq uşaqlar? 4-ü vurasız 0,125-ə. 1 mol. Bu bizim üçüncü qabımız. Və keçək dördüncü qabımıza. V 0,5, S 8, nüyünü tapdıq 4. Bu da dördüncü qabımız. Təbrik edirəm. Heç bir uyğun gəlmir deyəsən. Hansı qablarda həll olan maddənin kütlələri bərabərdir? Kütlələri bərabər olması üçün molları bərabər olmalıdır. No panik, no stress. Yəqin ki, burada səhvim var uşaqlar. 0,5 yoxdur, 0,5 eləyir. 8-i də 0,5-ə vuranda 0,4 eləyir. Deməli, hansı qablarımızda uşaqlar mollarımız eyni oldu? Birinci qabımızda və 1 və dördüncü qabımızda. Doğru cavabımız nə olacaq? 1 və 4. Mollar eynidirsə, deməli, avtomatik olaraq kütlələr də eynidir. 1 molu 40-dırsa, 0,4-ü 40-a vurasınız. Burada da həmçinin.
Çətin bir şey var idi. Əlbəttə ki, xeyr. Gəlin molar qatılıqda 27 nömrəli sualın izahına baxaq. 11,2 qram kalium hidroksidi suda həll etməklə 200 ml məhlul hazırlanıb. Molar qatılığı tapın. Deməli, uşaqlar, 27 nömrəli sualı izah edir. Ben ona göre dedim de 29 32'ni yazmışam. Okey, süpersən Zəhra. Deməli, uşaqlar, 27 nömrəli sualı necə izah edəcəm sizə? Deməli, bu ekstra bir üsuldur. Qatılığın düsturu nö böl V-dir. Maddə miqdarın, yəni nünü tapmaq üçün verilən kütləni molyar kütləyə bölmək lazımdır. Və burada isə həcmi qeyd edirik. Deməli, kütləmiz 11,2, həcm 200 ml-dir. Burada gözünüz əgər görürsə 2 görür. Litrə çevirəndə 0,2 eləyəcək. 0,2 litr. Molyar kütləni də, yəni mR-i də veribdir 56. Yerdə qalır sizin riyaziyyatınıza. Əgər olmayan riyaziyyatınızla bunu həll eləməniz lazımdır. 56-nı 11,2-ni 56-ya böləndə 0,2 eləyəcək. 0,2-ni də 0,2-yə böləndə 1 eləyəcək. Məncə 28 nömrəli suala da ehtiyacınız var. Çox çətin suallardır. Çətinləri mən izah edirəm, asanları siz yazarsınız. Qatılığın düsturu S bərabərdir nü böl V-dir. Nünü çox dəhşətli bir şeydir, açıqlaması var. Bax, bu şəkildə bir düsturu var. Verilən kütləni molyar kütləyə bölürsünüz, sonra vurursunuz həcmə. Deməli, burada 28-də verilən kütləsi 40-dır. Bu da 200-dür. Bu da 0,5-dir. Çox bəsit, çox sadə. Artıq sizin olmayan riyaziyyatınıza qalıb hər şey. Deməli, 1 bölünmüş 5 vur 0,5. 5-i də 0,5-ə vuranda neçə eləyir uşaqlar? 1 bölünmüş 0,25. Biri də 0,25-ə böləndə məncə 4 eləyir. Yenə sözünüzdə baxarsınız. Sonra demək olar ki, artıq bütün suallarımız təkrar gəlir. 31-də görürsünüz, molu verib, həcmi verib, qatılığı soruşur səndən. S bərabər nü böl V, hər şey olduğu üçün yaz. Müəllimə, Bəli. orada şeydir, 1/2,5 olmayacaq. Ola bilər ki, sən düz deyirsən. 1/2 olacaq. Dedim axı, riyaziyyatdır bu. Deməli, bəli, 5-i 0,5-ə vuranda bunu sizi yoxlamaq üçün yazmışdım ki, görüm diqqətsiz yoxsa yox. Xoşum gəldi, yox yatmırsınız. Biri bölürsüz, yəni gec saat 1-ə işləməyi nəzərə alsaq, özüm belə xırda səhvlər eləyirəm ki, görüm oyaqdılar, yoxsa yatıb. Yoxsa bilirsiniz də mənim riyaziyyatım. Deməli, 1-i böləndə 2,5-ə neçə eləyəcək uşaqlar? 0,4. Bəli. 1-i neçə eləyəcək? 0,4. 0,4. Sən başa düşdü, yoxsa yox? Bəli. Növbəti sualımız 29 idi. 29 da eyni sualdır. Ona görə Onda 32. 31 izah eləmək istəyirəm. Qatılıq, bax, düsturu özü görsən, mötərizənsə mol böl litrdir. Molumuz 3-dür, litrimiz 0,6-dır. Bax, bu şəkildə yazacaqsınız. 3-ü də böləsiniz 0,6-ya. Deməli, ona vursaq 16, səhv eləmirəmsə 5. Bax, misal üçün, molyar qatılıqda 36 nömrəli suala baxırıq. Bax, gəlin beləyək. Bunu bir neçə üsulla yaza bilərsiniz. Misal üçün, molun taparsınız. Həcmi 0,5-dir. Molyar qatılığı 0,8. Birincinin mol neçə eləyəcək uşaqlar? 0,5, 0,8-ə vuranda 0,4 mol. İkinci, 0,4-dür, bu 0,5-dir. Molun tapanda bu deyilir 0,2. Molyar qatılığı deyirsə, S bərabərdir. 0,4 ilə 0,2-ni toplayasınız, 0,6.
Və həcmləri 500-dür, bu da 500. 1000 eləyir, o da 1 litrdir. Burada qatılığı, yekun qatılığı toplayanda alırıq 0,6. Adi qaydada molları toplayasınız və həcmləri toplayasınız. Bunu başa düşdük. Bəli, müəllimə. Gəlin bir başqa cür baxaq. S1, V1 üstəgəl S2, V2 alınır. V1 plus V2 vur S3. S1, V1 neçədir uşaqlar? 500 vur 0,8 də yaza bilərsiniz. 0,5 vur 0,8 də. 0,5 vur 0,8 üstəgəl S2, V2. 0,4 vur 0,5 alınır. 1 vur S3. 0,5 0,8'e vuranda 0,4, 0,4 0,5'e vuranda 0,2, S3'ümüz neçə elədi? 0,6. Amiqanın düsturu ilə eynidir uşaqlar. M1 omega 1 sayıda M2 omega 2 alınır M1 plus M2 vur omega 3. Qatılıqları toplaya bilmərsin, amma kütlələr də, həcmlər də toplamaq olar. Tam çatdı yoxsa yox?